Gələn həftədən ali məktəblərə ixtisas seçimi başlayır. Bu barədə Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə Xəzər xəbəri açıqlamasında bildirib. Şöbə müdiri qeyd edib ki, ixtisas seçimi bir həftə davam edəcək. Onun sözlərinə görə, növbəti həftə ərzində bununla bağlı Abituriyent jurnalının 4 saylı buraxılışı nəşr olunacaq. Bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi tərəfindən artıq ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıbdır və onların nəticələri elan olunubdur. Ondan sonra artıq biz ixtisas seçiminə start verə bilərik. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin ixtisas seçimi avqust ayının 12-sində start götürəcəkdir və ayın 19-una qədər davam edəcək. Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə abituriyentlər öz seçimlərini həyata keçirəcəklər. Əslində çox sadə bir prosesdir. Texniki baxımdan bunu həyata keçirmək üçün abituriyentə hardasa bir maksimal olaraq yarım saat vaxt lazımdır. Şöbə müdiri qeyd edib ki, abituriyentlər ödəniş qarşılığında seçim aparan, tanımadıqları şəxslərə ixtisas kodlaşdırması etdirməkdən çəkinməlidirlər. Onun sözlərinə görə, belə şəxslər abituriyentlərin topladıqları ballara uyğun olmayan ixtisas kodları yazırlar ki, bu da onların müsabiqədən kənarda qalmalarına səbəb olur. Ümumiyyətlə, abituriyentlərə əsas məsləhətimiz ondan ibarətdir ki, onlar hansısa bir ixtisası istəyirlərsə, yəni istədikləri ixtisasları öz ərizələrində qeyd eləsinlər. Kodlaşdırmanı özləri bəzən eləmirlər. Onlar təsadüfi şəxslərə, sosial şəbəkələrdə özlərini mütəxəssis ekspert kimi təqdim edən şəxslər var. Orada reklamlar verirlər. O cəlbedici olur və abituriyentlər onlara yaxınlaşırlar. 15-10 dəqiqə ərzində onlar istəyirlər ki, tez bu prosesi həyata keçirsinlər və növbəti, belə deyək də, müştərisini qəbul eləsinlər. Ona görə də avtomatik, mexaniki olaraq hansı ixtisasları yazırlar. Abituriyent də həmin anda bir qədər həyəcanlı olur və onu təsdiqləyir. Ondan sonra isə qəbul olanda məlum olur ki, əslində o ixtisası istəmir. Bəs abituriyentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidirlər? Təhsil ekspertləri bildirirlər ki, abituriyentlər fərdi imtahan nəticələrini və ballarını təhlil edərək seçim etməlidirlər. Şagirdlərin ən böyük səhvi balına görə ixtisas seçimi etməsidir. Əslində isə bu belə olmamalıdır. Doğru ardıcıllıq, mən nəyi bacarıram, nəyi sevirəm və bu ixtisasa əmək bazarında ehtiyac varmı? Bundan sonra universitet seçimi olunmalıdır. Valideynlərin isə ən böyük səhvi öz reallaşmayan arzularını şagirdlərinin üzərində həyata keçirməyə çalışırlar. 700 bal yığan tələbə də səhv ixtisas seçimi edə bilər. Ancaq 400 bal yığan tələbə düzgün ixtisas seçimi ilə gələcəkdə daha uğurlu ola bilər. Ona görə yüksək bal hələ uğur demək deyil. Qeyd edək ki, ixtisas seçiminin nəticələri proses başa çatdıqdan 3 gün sonra elan ediləcək. Nərmin Məmmədhəsənli, Vüsal Həşimov, Xəzər xəbər.